Teala buyurur: ey insanlar, sizə bir məsəl çəkilir, onu dinləyin. Allahdan başqa dua etdikləriniz bir milçək belə yarada bilməzlər. Hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər, istəyən də, istənilən də acizdir. Deməli, alimlər mikroskop vasitəsilə milçəyin hissiyyat buynuzlarında və ağız hissələrində çox incə tüklər aşkar etmişdir. Milçəklər bunlar vasitəsilə atmosfer təzyiqini, küləyin sürətini və istiqamətini, həmçinin səsləri eşitməyi bacarır. İnsandan və qidalandığı heyvandan gələn karbon qazını 5000 metrdən ayrı edə bilir. Eyni zamanda torpağın və qumun 30 sm dərinliyində basılmış olsa da, insan və heyvan cəsədini 5000 metr məsafədə müəyyən edə bilir. Bəs insanlar milçək yarada bilərmi? Yaradanların ən gözəli olan nə qədərə ucadır.